Salam. Bugün sizlərlə trapesiyanın toplu izahına baxacağıq. Birinci, trapesiyanın qaydalarını üstün təkrarlayaq. Trapesiya nəyə deyilir? Yalnız iki tərəfi paralel olan, baxın, ancaq oturacaqlar paraleldir. Yəni, yan tərəflər paralel deyil. Amma paraleloqramda həm də yan tərəflər də paralel olurdu. Bu şəkildə olanda paraleloqram olur. Yalnız iki tərəfi paralel olanda isə trapesiya olur. Trapesiyada məhz bu ayla bir o qədər vacib elementlərdir. Çünki hər bir şey bu ayla, yəni oturacaqlardan asılıdır da. O iki dənə paralel olan oturacaqlardan asılıdır. Məsələn, orta xətti tapanda oturacaqları toplayıb ikiyə bölürsünüz. Anladınızmı? Mütləq, yəni trapesiya sizə sual düşübsə, onun oturacaqlarını bilməlisiniz ki, orta xəttini tapasınız. Və ya sahəsini tapanda belə orta xəttini bilməlisiniz. Vurasınız hündürlüyə. Normalda uşaqlar, baxın, paraleloqramı elə bu sağda çəkmişəm. Normalda sahəni tapanda nə edirdim? Tərəfi hündürlüyə vururdum. Düzdür? Amma burada trapesiyada iki dənə oturacaqdır. Hansı tərəfi vurum? Ona görə A üstə gəl B bölü 2 vur H. Bildiniz necə? Yəni, orta xətti hündürlüyə vurur. Tərəfi hündürlüyə vurmur burada. Orta xətt vurulsun, hündürlük sahədir. Bir də əgər diaqonallar çəkilibsə, fərqi yoxdur necə çəkilibsə, bütün dördbucaqlarda olduğu kimi, paraleloqramlarda olduğu kimi diaqonallar vururam bir-birinə, vururam arasındakı bucağın sinusuna. Diaqonallar axı tərəflərdən uzundur, ona görə ikiyə bölürəm. Yaxşımı? Ümumiyyətlə, bilin ki, trapesiyada sahəni tapanda burada tərəfi ikiyə bölüb haşa vururam. Burada da diaqonalları arasındakı bucağın sinusuna vurub ikiyə bölürəm. Yəni, ikiyə bölmə burada var. Sonra, bərabər yanlı trapesiya. Bərabər yanlı trapesiyada bərabər yan deyirik. Ona görə yan qulaqlar da bir-birinə bərabərdir. Ümumiyyətlə, imtahanda bərabər yanlı trapesiya düşən kimi nə edirik? Hündürlük çəkirik. Birinci qaydamız budur, hündürlük çək. Yadınızda qaldı mı? Hündürlük çəkəndən sonra da bu sağda və solda gördüyüm hissələr həmişə bir-birinə nədir? Bərabərdir. Çünki yanları bərabərdir deyə qıraqda nə görsəz bir-birinə bərabərdir. Hətta yadınıza gəlir, orta xətt çəkilsə belə və bu hissələr bir-birinə bərabərdir. Yəni, bərabər yanlı olduğu üçün. Sonra, bir də bərabər yanlı trapesiyada belə bir şey var. Bir hündürlük gəlin çəkim. Sağ tərəfdə çəkirəm. Baxın. Sırf bərabər yanlıda. Desək ki, orta xətt 7-dir. Bərabər yanlıda bu 7-ni bilirsiniz, hara yaza bilərsiniz. Hündürlük çəkirsiniz. Hündürlüyün ayırdığı böyük parçaya 7 yaza bilərsiniz. Bu sizin işinizi xeyli asanlaşdıra bilər. Bildinizmi? Bərabər yanlı sözünü gördünüzsə. Orada orta xətt həm də bu hündürlüyün ayırdığı böyük parçanın uzunluğundan eyni uzunluqda olur. Yəni, orta xətti 7-dirsə, elə bu parça da 7-dir. Bildinizmi? İndi diaqonalların perpendikulyar olduğu cəmi 3 dənə hal var. Bu üçünü də əzbərləyin. Diaqonallar 90 dərəcə əmələ gətirirsə, bunu sözlə də deyə bilər, şəkillə də göstərə bilər. Cəmi 1 düstur, 2 düstur, 3 dənə düsturumuz var. Birinci düstur diaqonal və tərəf arasında düsturdur. Diaqonalların kvadratlarının cəmi, uşaqlar demişdim ya, oturacaqlar vacibdir. Görürsünüz, yenə oturacaqların cəminin kvadratıdır. Yaxşımı? Bir-birindən ayırmıram, ayrı-ayrı kvadrat yox. Cəminin kvadratı. Necə orta xətti tapanda cəmləyib 2-yə bölmürdüm. Burada da cəmləyib kvadrata qaldırıram. Yəni, belə, cəminin kvadratıdır. Bəs yenə deyir, diaqonallar perpendikulyardır. Bu sözü görəndə bir də hündürlüyü tapa bilərik uşaqlar. O hündürlüyün tapılma düsturu var. Əgər bərabər yanlı trapesiyadırsa, hündürlük oturacaqların, yenə oturacaq. Ümumiyyətlə, trapesiyada ancaq oturacaqdır da. Əgər bərabər yanlıdırsa, hündürlük bu oturacaqların ədədi ortasıdır. Yəni, toplayıb sayına bölürəm. Cəmi sayına bölürəm. A ilə B-ni toplayıb sayına bölürəm. Əgər uşaqlar sağda çəkirəm, düzbucaqlı trapesiyada diaqonallar perpendikulyardırsa, burada hündürlüyü tapanda oturacaqların həndəsi ortasıdır. Həndəsi orta nə idi? Vurub kök alıram. Bildinizmi? A-nı B-yə vurasınız, kök alasınız. Görürsünüz, burada yenə də A, B istifadə olunur. Ümumiyyətlə, trapesiya suallarında oturacaqları bilmək şərtdir. Diaqonalların orta xəttdən ayırdığı parçanın uzunluğu. Orta xətt yarı bölmürmü? Ona görə bölüklər mütləq var. Yəni, imtahanda çaşdırmayın. Orta xətt biz demirdik, A üstə gəl B bölü 2. Yəni, burada bölü 2 var da, bölü 2-lər olmalıdır.
qıraqdakı hissələr bir-birinə həmişə bərabər olur və kiçik oturacağın yarısına bərabərdir. Bu A-dır uşaqlar, A-nın yarısıdır. X-lar A-nın yarısıdır, Y də B çıx A-nın yarısıdır. Gəlin bir dənə nümunənin üstündə baxaq. 11-cini burada göstərim. Nümunədə daha rahatdır. Çox rahatlıqla gözlə görmək olur. Amma yenə də siz düsturu da bilin. İmtahanda gözlə də görə bilərsiniz. Məsələn, oturacaqlardan biri, qoyun sağa vurun bunu. Oturacaqlardan biri olsun 8, o birisi olsun 16, yox 14. Orta xətt verilib. Orta xəttdə diaqonallar deyir, bunu 3 dənə hissəyə bölür. Hansı hissələr? İmtahanda necə taparsınız? Gözlə görünür. Uşaqlar, bura 8-dirsə, görün, görürsünüz, bu orta xəttdir. Eynən bunu da görürsünüz, bu orta xəttdir. Bucağın orta xəttdə. Orta xəttdə nə idi? Orta, yarısı. Bura 8-dirsə, yarısı nədir? 4. Bura 8-dirsə, yarısı nədir? 4. Bu 8-in burası da 4-dür. Burası da 4-dür. Ümumiyyətlə, qıraq hissələr həmişə bir-birinə bərabər olur. Heç bərabər yanlı olmasa belə. Bildinizmi? Yəni, gözlə görünür də 8 dərəcəli, 8 santimetrlik bir şeyə söykənən orta xətt neçə santimetr olacaq ki? 4 olacaq da. Siz bu ortanı, uşaqlar, bu düsturdan da tapa bilərsiniz. B çıxa bölü 2. Amma düstursuz da, siz niyə? Orta xətt nə idi? 14 ilə 8-i toplayıb 2-yə bölmürəm. Toplayın 2-yə bölün. 11 santimetr. 11 santimetrin 4 ilə 4-ü qıraqdadır. Yəni 11-in 8-i qıraqdadırsa ortaya nə qalır? 3 santimetr. Gəlin, amma o 3-ü düsturla da göstərək uşaqlar. O 3-ü tapanda dedik ki, böyük oturacaqdan kiçik oturacağı çıxıb 2-yə bölürük. Həqiqətən də 6-nı 2-yə bölün. 3 santimetr. Yəni bunu düsturla da tapa bilərsiniz. Yəni ikincini birincidən rahatlıqla tapmaq olur. Birinci əzbər bilinməlidir ki, ikinci oradan çıxır. Yəni, ikincinin düsturu bilə də bilərsiniz, bilməyə də bilərsiniz, amma birinci şərtdir. 12-ci diaqonalların kəsişmə nöqtəsindən keçən parça. Bu orta xətt deyil. Uşaqlar, bax, ixtiyari bir dənə parçadır deyə böl 2 yoxdur. Orta xəttdə böl 2 var. İxtiyari parçadır. Yenə demişdik ki, diaqonallarla bağlı nəsə bölünəndə qıraq tərəflər eyni olur. Burada da, yəni, baxın, bu ixtiyari xətt eyni hissəyə bölünür diaqonallarla. Amma yadda saxlayın ki, tərsidir. 1 böl x oturacaqların da tərsinin cəmidir. 1 böl a, 1 böl b. Bu elə belədir. 1 böl x bərabərdir. 1 böl a üstə gəl 1 böl b. İndi ən vacib hissə, bəs diaqonallar sahəni necə bölür? Uşaqlar, yenə demirdim, yan tərəflər bərabərdir. Yan sahələr də bərabərdir. Yəni S3 S4-də nədir? Bərabər olur. Və uşaqlar, qarşı-qarşıya hasillər bir-birinə bərabər olur. S3 ilə S4-ün hasili S1 ilə S2-nin hasilinə bərabərdir. Gəlin, buna aid nümunə yazaq. Çox maraqlıdır. Buna aid o qədər qəşəng düşür. Fiqur sahəsində buna aid nə qədər sual salırlar. Baxın. Görək diaqonallar sahəni necə bölür. Məsələn, buranı verib 6, buranı verib 4, buranı istəyir. Biz bilirik ki, yan sahələr bərabər olur. Bura 6-dırsa, bura da 6-dır. Və dedik ki, qarşı-qarşıya hasillər bərabər olur. 6-nı 6-ya vurmaq, 4 vur görək nədir? X. Bildiniz nə? Qarşı-qarşıya sahələrin hasilləri bərabər olur. 36 bərabərdir 4x, x bərabərdir 9. Deməli, uşaqlar, buranın da sahəsi 9 imiş. Zaten gözlə görünür ki, böyükdür. Amma nə qədər böyük, onu düsturla tapırsınız ki, hasillər bir-birinə bərabərdir. Baxaq nəhayət topludan suallara. Bax elə ikinci suala. Orta xətt 6-dır, yan tərəf 4-dür. Bərabər yanlı trapesiyanın perimetrini tapın. 2. Orta xətt nə idi uşaqlar? A üstə gəl B böl 2 ortası. Deyir 6-dır. Onda məxrəc yoxdursa məxrəcə 1 yazırıq. Çarpaz vururuq. A üstə gəl B 2 vur 6 12-dir. Biz də demişik ki, həmişə A ilə B-ni bilməlisiniz. Ən vacib. Bunun cəmi 12-dir. Yan tərəfində biri 4-dür. Deyir, bərabər yanlıdır. Onda o biri yan tərəfdə 4-dür.
Perimetri tap. Perimetr 4 dənə tərəfin cəmidir. Bax, 4 tərəfi var deyə bu 4-ünün cəmidir. 4 ilə 4-ü toplayırsınız 8. Bir də A ilə B-nin cəmini də verib ki 12. Yəni indi tapdıq. 8 ilə 12-ni toplayanda 20. Yəni bu trapesiyanın perimetri 20 imiş. Sonra 3-cü sual. Bərabəryan trapesiyanın şor bucaq təpəsindən çəkilən hündürlüyü şorbucaq buradır. Hündürlüyü böyük oturacağı 7 və 49 olan parçalara ayırır. 7, bir də 49. Trapesiyanın kiçik oturacağını tapın. Bərabər yanlı deyil. Bərabər yanlıda demişdim 2 dənə hündürlük endirin. Çünki yan qulaqlar bərabər olacaq. Bura 7-dirsə, burada 7-dir. Buradan bura qədər 49 idi. 7 bunun burasıdır. 49-dan 7-ni çıxın. Bura qaldı 42. Biz də bilirik ki, qarşı tərəflər bir-birinə bərabər olur da. Bura 42 cm-dirsə, burada 42 cm-dirmi? Cavab oldu 42. Anladınız mı? 4-cü sual. Oturacağı AD və BC. Yazıram AD, BC. Trapesiya üzərində M nöqtəsi AB-nin, N nöqtəsi CD-nin üzərindədir. AB M-in də AD-yə paraleli. Bir dənə deyir, sadəcə paralel xətt çəkilib. Yəni oturacaqlara paralel bir dənə xətt çəkilib. Həmin o xətt görək necə bölür. Deyir AB 16-dır. Cəmi 16-dır. BM 4-dür. BM 4-dür. 16-nın burası 4-dürsə, bura nə qalır? 12. Deyir CN 3-dürsə, ND-ni tapın. Bu Fales teoremidir uşaqlar. Baxın, paralel kəsən xəttlər. Bura 4-dür, bura 12-dir, bura 3-dür, bura x-dir. Yazıram adlı Fales teoremi. Bu çox düşür, həmişə düşür. İsbata da düşür, bütün həndəsələrdə bu 90% istifadə olunur. Solun sola, sağın sağa. Yəni necə bölübsə 4 böl 12 bərabərdir 3 böl x. Elə istəyirsiniz birbaş çarpaz vuraq. 4x bərabərdir 36. X-i tapırıq ki 9. Yəni bizdən ND-ni soruşur 9. 8-ci sual. Orta xətt 15-dir. Oturacaqlar 3K, 2K-dır. Böyük oturacağı tapın. Əslində bu rahatdır. Yox, getdik. Orta xətt, axı digər iki tərəfin cəminin yarısıdır. Oturacaqların 3K ilə 2K-nın yarısıdır. Yenə kəsir görəndə çarpaz vururuq. 5K-nı 1-ə vuranda 5K eləyir. 15-i 2-yə vuranda 30 eləyir. K-nı tapırıq ki 6. Bizə deyir böyük oturacağı tapın. Böyük oturacaq təbii ki 3K-dır. 3 vur 6, 18. Yəni A variantı. 9. Bərabər yanlı trapesiyanın diaqonalı, onun iti bucağını bərabər yanlı trapesiya seçək. İti bucağını 25 və 40 olan 2 hissəyə ayırır. İti bucağının diaqonalı 25 və 40. Trapesiyanın böyük bucağını tapın. Uşaqlar, buradan Z-i görürsünüz. Ümumiyyətlə, paralellik görəndə orada bucaq qaydası var. Burada Z bucaq qaydası yaranır. Bura 40-dırsa, burada 40-dır mı? İndi 3 bucağın daxili bucaqların cəmi 180 olmalıdır da. 180-dən 25 ilə 40-ı, yəni 65-i çıxıram ki, bu üçüncü bucağı tapım. 180-dən 65-i çıxanda qalır 115 dərəcə. Bu bucağı da tapdım 115 dərəcə. 115 dərəcə. Belə, bərabər yanlı idi deyə burada 65-dir, burada 115-dir. Çünki yan tərəflər bərabər olmalıdır. Bizə də deyir, böyük bucağını tap 115. 11-ci sual maraqlı sualdır. Bildiniz mi uşaqlar, bunu diaqrafdan da seçeyim. Yan itlər 65-65 oldu, çorlar da 115-115 oldu. Çünki qonşu bucaqların cəmi 180 dərəcə eləməlidir. 11-ci. Elə üstündə göstərəcəm. Deyir, MY 6-dır, YP 5-dir, orta xətti tap. Çox rahatlıqla görünür. Yəni, heç trapesiya qaydalarına girmədən də göstərəcəm, çünki belə daha rahatdır.
M-yə 6-dır deyir, YP 5-dir deyir. Orta xətt düz ortasında olan bir şeydir. Bu paraleloqramda uşaqlar, paraleldir də, hə? Bura 5-dirsə, bura da 5-dir. Yəni bu hissəni tapdım 5. Bəs üçbucaqda bura 6-dırsa, orta xətt neçədir? Yarısı, yəni 3. Onda biz orta xətti neçə tapdıq? 3 ilə 5-in cəmi 8. Bildiniz, yəni ümumi bütün oturacaqları tapım, toplayım, 2-yə bölüm. Bunu eləməyə də bilərik. Birbaş orta xətti tapa bilərik. Orta xətt yarısıdır. Üçbucağın yarısıdır, amma trapesiya paraleloqramda elə özü köçür də. 17-ci sual. Görək nə sualdır. Trapesiyanın orta xətti onun kiçik oturacağından 3 sm böyükdür. Orta xətt böyük oturacaqdan nə qədər kiçikdir? Uşaqlar, bu ümumiyyətlə çox qəşəng məntiqi sadəcə fikirdir. Yəni heç rəqəm falan verməsəz belə görə bilərsiniz bunu. Bir də gəlin özümüzdən trapesiya çəkim. Məsələn, burası olsun 8, burası olsun 14. Toplayın 22. 22-ni 2-yə bölün 11. Orta xətti tapdım, düzdür? Bu nə qədər artdı? 3 vahid. Bu nə qədər artdı? 3 vahid. Gəlin başqa bir dənə də trapesiya çəkək. 5 ilə 27. Toplayın 32. 2-yə bölün 16. Görək bu nə qədər artdı? 11. Bu nə qədər artdı? 11. Anladınız mı? Mən nə demək istəyirəm? Yəni trapesiyanın orta xətti ortadadır deyə, düz ortadadır. Yəni fərqlər eyni olur. Bir də deyim, yəni eyni qədər fərqlənir. İndi bu 3 sm böyükdürsə, orta xətt kiçik oturacaqdan 3 sm böyükdür. Deməli, bu 3 sm, 3 sm artacaq da. Buna x yazıram. Buna x üstə gəl 3 yazıram. Buna da x üstə gəl 6 yazıram. Çünki 3 artır. Deyir, böyük oturacaqdan, orta xətt böyük oturacaqdan nə qədər kiçikdir? İndi baxın da, x üstə gəl 3. X üstə gəl 6-dan nə qədər kiçikdir? 3 sm. Ümumiyyətlə, eyni qədər fərqlənir həmişə. Diqqətli olun. 18. Maraqlı sualdır. Diaqonallardan biri deyirsə, uşaqlar, birini çəkməliyəm. Demir, diaqonallar kəsişəndə və s. Deyir, diaqonallardan biri. Trapesiyanın M-in orta xəttini. Baxın, tutaq ki, deyir 6/7, birinci hissəsi kiçik olmalıdır, elə kiçik olan budur. Deyir 6K, 7K nisbətdə bölür. Bəs deyir, ikinci diaqonal, M-in orta xətti çəkin. Bəs deyir, ikinci diaqonal çəkilsə, onu hansı nisbətdə bölər? İndi baxaq. Görünür, orta xəttisə 6K-dırsa, bura 2 dəfə böyük 12K-dır. Düzdür? İndi bura baxın. 7K-dır, orta xəttisə, bura 14K-dır. Onu bura yazaq da. Buraya yazaq 12K. Çünki yuxarı oturacağı tapdım 12K, aşağı oturacağı tapdım 14K. İndi o biri diaqonal necə bölər? O biri diaqonalı da çəkək, indi bölək. 14-ün ortası sizcə nə olacaq? Orta xətt daxil. 14-ün ortası 7K. 12-nin ortası nə olacaq? 6K. İndi 7K, 6K, yəni 7/6. Hansı variantdadır? Y variantıdır. Anladınız mı? Yəni, orta xətt yarısı olur. Oturacağın yarısı olur. 21, 25. Baxın, görün. Deyir ki, 21 qəbul sualıdır. Bu tip suallar həmişə düşür. Bərabəryanlı trapesiyanın oturacaqları 50 ilə 14-dür. Kiçiyə 14 deyim, böyüyə 50 deyim. Deyir, diaqonalı 40-dır. Diaqonalı 40-dır. Perimetrini tap. Biz necə yan tərəfləri tapaq ki, 4 dənə tərəfi cəmləyim, perimetri tapın. Uşaqlar, siz imtahanda 3-4 görəndə avtomatik buranı 5 götürüb bura 90 yazırsınız. Və ya 6-10 görəndə buranı 8 götürüb bura 90 yazırsınız. Düzdür? İndi bir dənə baxın. 4-5. 3-4-5, hə? Yanlarında 0 var deyə 0 atıram və bura 90 dərəcə yazıram. Aydındırmı? Bu qədər. Yəni, mütləq 4-5 görürsünüz. Burada 3-dür. Yanlarında 0. Yəni, eyni qədər arta bilir də, bilirsiniz. Pifaqor ədədləri eyni dəfə artıb dəfə. Eyni dəfə azala bilər, yəni ödənir. Adicə baxın, bunlar 2 dəfə artmış Pifaqor ədədləridir. İndi bərabəryanlıdır deyə o bir tərəfdə 30-dur. Perimetr 4 dənə tərəfin cəmidir. 30, 14, 30, 50.
30'ları toplayıram 60, 60'ın üstünə 50, 110, 110'un üstünə 14, 124 yazın, 124. 25. Trapeziyada AK və BK tən bölənlərdir. Tən bölən sözünü eşidən kimi alfa, alfa, bu z bucağını görən kimi bura alfadırsa, bura da alfadır. Bildirsə, bura alfadırsa, bura da alfadır. Onda alındı mı bərabər yanlı? X, X yazaq mı? X, X. İndi deyir ki, DC bütövlükdə 8-dir. Uşaqlar, bütövlükdə 8-dirsə, bura 8 çıx X yazım. Axı, bax, cəmi 8 santimetrdir. X manatımı bir adama vermişəm. Cibimdə nə qədər pul alıb? 8 çıx X manat. AB deyir ki, 12-dir. Burada 12-dir olsun da. Trapesiyanın perimetrini tapın. Uşaqlar, demişdi, BK da tən böləndir. Onda görə bunda beta, beta. Yenə Z bucağına görə. Bura betadırsa, burada betadır. Yəni, bərabər yanlıdır. Bura 8 çıx X-dirsə, burada 8 çıx X-dir. Bu tip suallarda düşür. Perimetr 4 dənə tərəfin cəmidir. Gəlin cəmləyək. Yuxarı göylə göstərəcəm. Yuxarı onsuz 8-dir, aşağı onsuz 12-dir. Yəni, yuxarı ilə aşağı var. Amma sol X-dir. Görün, sağ nədir? 8 çıx X-dir. Onsuz X-lar ixtisar gedir. Eyni ədəddən eyni ədəd çıxanda 0 qalır. 8 üstə gəl 8, 16, 16-nın üstünə 12 gələndə 28. Perimetr tapırıq ki, 28. 26-cı sual. Trapesiyanın bir oturacağı o birisindən 3 dəfə böyükdür. Birinə x, birinə 3x. Orta xətt cəminin yarısıdır da. X-dan 3x-i toplayanda 4x, yarısı 2x. Deyir ki, orta xətt böyük oturacağın hansı hissəsini təşkil edir? Orta xətt. Deməli, orta xətti bölürəm böyük oturacağa. Faiz desəydi 100-ə vurardım, demir deyə vurmuram. Hissi istəyir, yəni 2 böl 3 hissəsini. Sonra 32, 34. Trapesiyanın diagonalları perpendikulyar olub. Perpendikulyar olanda 3 dənə qayda var idi. Baxın, bax, sırazı. Diagonallar perpendikulyardır sözün trapesiyada görən kimi 3 dənə düsturumuz var. Bir budur, D1-in kvadratının üstünə D2-in kvadratını gələndə tərəflərin cəminin kvadratıdır. Bir hündürlüklə bağlı var. Bərabər yanlıdırsa, oturacağın ədədi ortasıdır. Düz bucaqlıdırsa, oturacaqların həndəsi ortasıdır. Ümumiyyətlə, bizə deyir ki, trapesiyanın diagonal demir heç düz bucaqlı trapesiya. Yəni, bu %100 deyil. Heç şərtdə bərabər yanlı olduğunu da demir. Uşaqlar, bu da deyil. Bildiniz, bu düz bucaqlı trapesiyada ödənir. Bu da bərabər yanlı trapesiyada ödənir. Bunların heç birini demir deyə bu deyil. Deməli, nə qaldı bu? Deyir, diagonallardan biri 6-dır. Yəni, 6-nın kvadratı, o birisi 8-dir. Onda görə A üstə gəl B-nin kvadratı neçə oldu? 36-nın üstünə 64 gəlin. 100. Nəyin kvadratı 100-dür? Müsbət 10-dan mənfi 10-un. Sadəcə tərəf mənfi ola bilməz deyə müsbət 10 götürürəm. Orta xətt. Orta xətt həmişə oturacaqların cəminin yarısıdır. 10-u 2-yə bölün, 5. 34 çox maraqlı sualdır, diqqətli olmalısınız. Deyir, ABCD trapesiyasında C 130 dərəcədir. BC kiçik oturacağı 5 cm-dir. AD böyük oturacağı 14 cm-dir. CD 9 cm olarsa, bucaq B çıx A-nı tapın. B-dən A-nı necəsə çıxıb tapmalıyıq. Əslində görmək olur. Yan tərəfi paralel götürə bilərik. Gəlin, bax, uşaqlar. Mən görürəm ki, 5 var, 14, 9. Bunu belə götürsəm. 5-in qabağı da buna paralel götürdüm. Paralelogram kimi bir şey yaranır da, düzdür. Paralelogramın onsuz 5 növü var. 4 növü var. 5-in qabağı da 5-dir də, düzdür. Qarşı tərəflər bir-birinə bərabərdir. Bura 5-dir. 14 cm burası 5-dirsə, bura nə qaldı? 9. İndi baxın, görüm, 9, 9 görürsünüz. Bərabər yanlı deməkdirmi? Bərabər yanlı deməkdir. Qırmızı ilə göstərəcəm. Bu Z bucağını yenə görürsünüz.
gözləyin kənardan çəkməyim, üstündən çəkim. Bu z bucağını görürsünüzsə, bura alfadırsa, bura da alfadır, düzdür. Bax, bu z bucağına görə bura alfadırsa, bura da alfadır. Və biz 9, 9 görürsə, bərabər yanlıdırsa, onda bura da alfadır. Düzdürmü? Baxın, 9 tərəflər bərabərdirsə, bucaqlar da bərabərdir. Alfa, alfa. İndi bir dənə 2 alfanı neçə görürəm orada? 130 dərəcə. Yazıram. 2 dənə alfa 130 dərəcədirsə, alfanın biri 65 dərəcədir. Alfa 65-dirsə, uşaqlar, bura 65-dir. Qırmızı ilə elə göstərək. 65-dir. Paralleloqram idisə, bura da 65-dir. 180-dən 65 çıxırıq, bura 115-dir. Bizə B bucağından A bucağının fərqini istəyir. Uşaqlar, paralleloqramın axı qonşu bucaqları cəmi 180 edir. Bura 65-dir. Sonsuz 180-dən çıxırsınız, burada 115-dir. Bizə deyir ki, bunların fərqini tap. 115-dən 60-ı çıxın deyir. 65-i. O deyilir 50. Yəni 50 dərəcədir fərqləri. Sonra baxaq maraqlı sual 37. Deyir, trapesiyanın diaqonalı bu qədər olub, onu 2 dənə oxşar düz bucaqlı, çox söz deyir. 2 dənə oxşar, bərabər yanlı, düz bucaqlı üç bucağa ayırır. Elə diaqonal çəkməliyik ki, ayırsın. Düz bucaqlı trapesiyadır. Diaqonalı belə çəksəm, heç nə ayırmayacaq. Amma belə çəksəm, yenə buradan düz bucaq əmələ gətirib, burada da bir dənə düz bucaqlı trapesiya yarada bilər. Düzdür? İncə baxaq. Deyir, diaqonal budur. 2 dənə bərabər yanlı düz bucaqlı üç bucaq. Bərabər yanlıdırsa A. Bərabər yanlı düz bucaqlı 90 dərəcəli üç bucaqda bura neçə dəfə böyük olur? Kök 2 dəfə. Bərabər yanlı deyirsə, burada A kök 2-dir. Bura neçə dəfə böyük olur? Kök 2 dəfə. A kök 2-ni kök 2-yə vuranda eləyir 2 dənə A. Bizə deyir ki, diaqonalı, yəni A kök 2. Yazıram. A kök 2 bərabərdir 2 kök 2 sıx 1 böl 8-ə. Bəs deyir, perimetri nədir? Perimetri də 4 dənə tərəfin cəmi deyir. Toplayın da bu 4-ü. A 2A eləyir 4A. Bir də qıraqda sağ tərəfdə A kök 2 var. Biz demişik ki, ortaq gördüksə çıxarın. A-nı çıxarıq, nə qalır? 4 üstə gəl kök 2. Deməli, A-nı buradan tapıb gətirib yerinə qoymalıyıq. A-nı tapanda 2 kök 2 çıx 1 böl 8-i kök 2-yə bölməliyəm. Qalır belə. Elə istəyirsiniz bu şəkildə gətirib qoyaq burada yerinə. Niyə uzadaq ki? 2 kök 2 sıx 1 bölünsün 8 dənə kök 2 vurulsun 4 üstə gəl kök 2. Vuranda sürətə vururam da. Gəlin sürətə vuraq. 2 kök 2-ni 4-ə vuranda eləyir 8 dənə kök 2. 2 kök 2-ni kök 2-yə vuranda eləyir 4. Mənfi 1-i 4-ə vuranda mənfi 4. Mənfi 1-i kök 2-yə vuranda mənfi 1 dənə kök 2. Uşaqlar, 4-dən 4-ü çıxanda ixtisar gedir. 8 dənə kök 2-dən 1 dənə kök 2-ni çıxanda 7 dənə kök 2 qalır. Kök 2-lər də gedir. Nə qalır? 7 böl 8. Deməli, perimetri neymiş? 7 böl 8. Sonra baxaq, maraqlı nə var burada? 58, 60. Bizim çox maraqlı burada bir sualımız var idi. 31-ə də baxarıq. Sonra 58-60-a baxaq, 31-ə baxarıq. 58-60. Deyir, diaqonalları qarşılıqlı perpendikulyar olan düz bucaq trapesiyanın oturacaqları 27 və 3 hündürlüyünü tapın. 58. Düz bucaqlı trapesiyada diaqonallar perpendikulyar olanda o 3 dənə düsturdan biridir. Düz bucaqlı nə idi? Həndəsi ortası idi. Vurub kök alırdım. İndi deyir ki, oturacaqlar 3-dən 27-dir. 3-ü 27-yə vurub kök alacağıq. 81-dən kök alın görün. Müsbət 9. Hündürlüyünü tapdıq ki, müsbət 9 cm. Bir də baxaq 60-a. Deyir, hündürlüyü 8-dir. İti bucağının tangensi. Tangensi gəlin elə buradan yazacağım. Tangens alfa nə idi? Qarşı katet böl bitişik katet. Alfanın qarşısındakı 8-dir, bitişik x-dir. Deyir, bu tangensi 2-dir. Gözünü elə PDF-in üstündə yazacağım.
8-i nəyə bölsək 2 eləyər? 4-ə. Onda x-imiz 4-dür. İndi gəlin sağ tərəfdə davam edeyim. Baxın, yazıram. Trapesiyadır. Belə bir şey çəkilib. Düz bucaqlı işarəsi qoyulub. Yəni nədir? Düz bucaqlı, üç bucaq. Həmişə demişdim, sizə düz bucaqlı, üç bucaq varsa onu ayırın, qıraqda çəkin. Oradan nəsə bir şey çıxacaq. Düz bucaqlı, üç bucaqda hündürlük qarşı tərəfi 2 dənə yerə bölür. Baxın, o yerin birini də tapdım ki, 4-dür. Yəni bu sağ tərəfi tapdım ki, 4-dür. Onda gəlin o bir tərəfdə tapdım da. Biz hündürlük hansı hissələrə bölür? Hündürlüyün kvadratı bərabərdir m-in düsturu. M, n. 8-in kvadratı bərabərdir 4 vur x. 64 bərabərdir 4 vur x. X da bərabərdir 16. Bizə də deyir ki, böyük oturacağı tap. 16 ilə 4-ün cəmi neçə eləyir? 20 santimetr. Diqqətli olun, 20 santimetr. İndi çox vacib bir dənə sual deyirdim. Məsələn, gəlin baxaq 31-ə. Deyir, düz bucaqlı trapesiyasında DB diaqonalı AB yan tərəfinə perpendikulyardır. DS 3-dür. BC-ni tapın. Elə çəkək ki, onda qoy tam olsun. Cümləyə baxın uşaqlar. Deyir, DB diaqonalı. Bunu düzmək sizlikdir. İmtahanda demişəm. DB diaqonalı AB yan tərəfinə. Deməli, bu yan tərəf AB-dir. DB də diaqonaldır. Ortaq nə görürəm? B. Deməli, B bu təpədir də. Baxın. DB diaqonalı AB yan tərəfinə perpendikulyardır. Baxın, diaqonal AB yan tərəfinə perpendikulyardır. Deməli, ABC, D. Sadə əqrəbin əksinə düzülüblər. Deyir ki, DC 3-dür, BC 4-dür. Bizə demiş ki, düz bucaqlı, üç bucaqda da həmişə bu hündürlüyə endirirəm. Ümumiyyətlə, düz bucaqlı trapesiyada bu hündürlüyə endirirəm. Düz bucaqlı, üç bucaqda da bu hündürlüyə endirirəm. Bura 3-dürsə qarşısı da 3-dür. Çünki belə də parallelogram kimidir. 4-dürsə burada 4-dürmü? Hündürlüyə endirdik. İndi buradan baxın görün. Düz bucaqlı, üç bucaqda hündürlük 3-dür. Böldüyü hissələrdən biri 4-dür, o birisini gəlin tapaq. Hündürlüyün kvadratı bərabərdir m-in. Bu düsturu əzbər bilməlisiniz. 9 bərabərdir 4x. X-i tapıram ki, 9 böl 4. Belə bir ədəd görəndə qorxmayın, elə budur. Bizə deyir ki, AB-ni tap. AB-ni soruşursa AB-yə x deyim, gəlin də tapım. Və indi çox vacib bir qayda deyirəm. Düz bucaqlı, üç bucaqda hündürlük belə bir şey bölürsə, bura AB-dir də, təbii ki, katetlərdir. Burada MN-dir. Bunların arasında bir dənə əlaqə düsturu var. Çox rahat bir şeydir, oxşarlıqdır. Katetlərin kvadratı, amma katetin kvadratı Pifaqor kimi də. Pifaqor tapanda bunları kvadrata qaldırıram axı. Amma bunların öz nisbətinə bərabərdir. Bildinizmi? Bu düsturu hamı əzbər bilməlidir. A kvadrat böl B kvadrat bərabərdir M böl N. İndi heç nə. Uşaqlar, düz bucaqlı trapesiya olduğuna görə 3, 4 idisə, burası 5-dirmi? İndi yazaq da, bura 5-dir, bura x-dir, bura 4-dür, bura 9 böl 4-dür. İndi 5-in kvadratı 25 böl x-in kvadratı bərabərdir m böl n. Yəni 4 böl 9, 4-də 9. Böləndə tərsinə çevirib vururam. Yəni 4-də 9-a bölmürəm, 9-da 4-ə vururam. 25 böl x-in kvadratı bərabərdir 16 böl 9. X-in kvadratını tapanda nə edirəm? Çarpaz vururam. 16 dənə x-in kvadratı bərabərdir 25 vur 9. X-in kvadratını tapanda 25 vur 9-u 16-ya bölürəm. Nəyin kvadratı 25-dir? 5-in. Nəyin kvadratı 9-dur? 3-ün. Nəyin kvadratı 16-dır? 4-ün. 15 böl 4. Cavabı tapıram ki, x bərabərdir 15 böl 4. Elə də saxlayıblar uşaqlar. Baxın, variantda var. Bu tip sual düşə bilər. Çünki bu düstur çox vacibdir. Həm oxşarlıqdır, həm içində düz bucaqlı 3 bucaq gedir, həm düz bucaqlı trapesiya gedir. Yəni bir neçə mövzu gedir içində. Bir də sonuncu 69. Sırf
şəkil çəkmə qabiliyyətiniz yoxdur. Bu blok sualıdır. Yəni təsəvvür qabiliyyətiniz varmı müstəvi fiqurlarla bağlı? 69. Trapesiyanın deyir böyük oturacaqla 75 dərəcə əmələ gətirən diaqonalı. Uşaqlar 90 dərəcə dik qalxır, hə? 75 dərəcə onda ondan biraz az qalxacaq, ha? Götürüb məsələn trapesiyanı belə çəksəz, bu iti bucaqdır. Yəni 30 dərəcə filandır, 45 dərəcə filandır. Bizə 75 deyirsə, dikə yaxın bir şey çəkməliyəm. Baxın, trapesiyanın oturacağıdır. Diaqonal deyir 75 dərəcə. Ona görə dikə yaxın bir şey çəkdim. Çəkim ki, diaqonal kimi olsun. Diaqonal 75 dərəcəli bucaq əmələ gətirir. Yan tərəfə də perpendikulyardır. Deməli, yan tərəflə 90 dərəcə əmələ gətirir. Uşaqlar 90, hə, 75, cəmi 180 olmalı deyil. 180-dən çıxsaz elə 90 ilə 75, yəni 165-i 15 dərəcə bucaq qalır. 15 dərəcə bucaq necədir? Yerdən çox balaca açılmış bucaq deməkdir, düzdür? Çünki dik açılanda 90-dır, 30 açılsaydı belə idi, 45 belə idi. Bu 15-dirsə balacadır, yerdəndir. Yəni o biri tərəf tam uzanır, yerə qədər uzanır. Bildiniz nə demək istəyirəm? Bu şəkildə çəkməyəndə şəkil hündürlüklə medianın yeri tərs düşür. Yəni siz bucağı təsəvvür eləməliydiniz. 75-i dik çəkəcəydiniz, o biri tərəfi də xeyli uzadacaqdınız. Bu diaqonaldır. Uşaqlar, diaqonal 2 dənə tərəfi birləşdirən, 2 dənə təpəni birləşdirən xəttdir. Amma biz trapesiya çəkiriksə, trapesiyanı belə çəkməliydik. 4 dənə tərəfini çəkdim. Aha, bu diaqonalı idi, baxın. Yan tərəfindən 90 dərəcə bucağı əmələ gətirən diaqonal. İndiki trapesiyanın böyük oturacağı 24-dür. Bayaq dedim, düz bucaqlı trapesiyada, burada düz bucaqlı üst bucaq yaranır, trapesiya deyil. Düz bucaqlı üst bucaqda nə edirəm? Hündürlüyü endirirəm. Onsuz da bizdən hündürlüyü istəyir. Gəl hündürlüyü endirək. Mən bu hündürlüyü tapmaq üçün mənim çox az məlumatım var. Biz bilirik ki, düz bucaqlı üç bucaqda üçlü qızıl qayda var. Baxın. Nə idi o? Həm özü yarıya bölür, yəni bax qarşı tərəfi yarıya bölür. Həm də özü yarısına bərabərdir. Median. Median uşaqlar bu iki hissəni də yarı bölürdü. Özü də yarısına bərabər idi. Məsələn, düz bucaqlı üç bucaqdır. Sırf düz bucaqlı üç bucaqda. Qarşı tərəfi 7 bölübsə özü də 7-dir. Bildinizmi? Bu üçü bərabərdir. Ona görə mən məcbur halda burada bir dənə hündürlükdür, bir dənə median çəkirəm. Çünki mən bilirəm ki, median 24-ü necə böləcək? 12 böləcək. Bildiniz, median axı yarı bölür, istəyirsiniz, m yazın bura. Özü də nəyə bərabər olacaq? Özü də 12-yə bərabər olacaq. Hər tərəfi tapdım 12. İndi bir dəqiqə görünür. 12-12-dirsə bərabər yanlıdır. Bura 15 dərəcədirsə, bura da 15 dərəcədir. Bu xarici bucaq 15 ilə 15-in cəmi, yəni neçədir? 30 dərəcə. 90 buradır, 30 buradır, onda burada 60-dır. 30-un qarşısındakı katet, hipotenuzun nə idi? Yarısıdır. Yəni hündürlük 12-nin nə idi? Yarısıdır. 12-nin də yarısı 6 sm. Bizdən də soruşur, hündürlük neçədir? 6 sm. Bu qədər. Uğurlar, diqqətli olun. Çətin suallardan qorxmayın. Onlar blok suallardır.